Bugün Allah'a ortak koşan insanlar ki var. Umumən biz bilirik ki, Allah'a ortak koşmaq böyük bir bəladır, müsibətdir. Allah Teala buyurur ki, İnna Allah la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha. Allah özünə ortak koşulmasını bağışlamaz, bağışlamayacaq. Ondan daha aşağı günahları istədiyinə bağışlayacaq. Bu ayə və bu kimi ayələr Quranda çoxdur. Hamısı nəyə göstərir? Şirkin böyük bir günah olduğunu, böyük bir cərimə olduğunu. Və Allah Teala kim onu eləyəcəksə, yəni şirkə eləyəcəksə onu bağışlamamasını bildirir. Lakin bu gün Allah'a ortak koşan insanlar ki var, onlarla danışanda baxırsan ki, onlar eyni deyirlər. Elə adamlar var ki, adamın nə dini savadı var, nə də dünyavi savadı var. Bu ikisindən də demək olar ki, savadı yoxdur. Lakin bəzi insanlar dini savadı yoxdur, bəli, əlhamdülillah müsəlmandır, hər iki qism müsəlmandır. Özünə müsəlman deyir, Allahı tanıyır, Peyğəmbər sallallahu aleyhi və səlləmi Peyğəmbər kimi qəbul edir, Quran-ı Kərimin qüsursuz kitab olduğunu, Allahdan nazil olduğunu bilir. Lakin görürsən, məlumatı yoxdur. Hörməti var İslam'a, amma məlumatı yoxdur. Bu kimi insanların amma dünyavi savadları var. Bu ikinci qism insanların dünyavi savadı var. Elələri var ki, məsələn, hətta universitetdə müəllimdirlər, doktordular və ya orta məktəblərdə müəllimdir. Yəni, umumən adam ziyalı adamdır, ziyalı insandır. Onunla danışanda bəzən görürsən ki, belə adamlar da, ziyalı adamlar da bu məsələni başa düşmür və ya görürsən, qəbullanmır, o da Allah Teala'ya ortak koşur. Mesela o etiqad eləyir, inanır ki, məsələn, hansısa pirin, hansısa daşın, hansısa bir insanın xüsusi bir kəraməti var. Kiməsə evlad verə bilər, kiminsə ruzusunu artıra bilər, kiminsə başına gələn bir müsibəti ondan uzaqlaşdıra bilər. Təəccüblü olan bu qism insanlardır. Biri var adam məsələn, yəni dünyavi savadı da yoxdur. Çünki dünyavi savad müəyyən qədər köməkdir İslamı da başa düşməyə. Dünyavi savadın özü də müəyyən qədər köməkdir ki, İslamı başa düşəsən. O savadı olmayan insanlar aydındır, müəyyən qədər başa düşmək olur. Lakin bu ziyalı insanlar, onlar biraz qəribədir. Sən məktəb oxumuş adamsan, sən insanlara elm verən insansan. Yəni sən kitab əhlisən. Kitab əhli yəni nə mənada? Kitab oxuyansan, mütaliə edirsən, araşdırırsan. Sənin kimi ziyalı bir insanın hansısa daşın kəraməti olduğuna inanması qəribədir, təəccüblüdür vallahi. Bu bir bəladır. Yəni bir insan, oxunmuş insan, mütaliəsi olan, araşdırması olan bir insan necə etiqad eləyə bilər ki, məsələn, sən götürəsən evladı olmayan bir qadını, aparasan hansısa daşın balaca bir dəliyindən keçirdəsən və onun oradan keçməsi ilə evladı olmağına etiqad eləyəsən. Bu cahil insanların əlamətidir. Sən ziyalı adamsan, oxuyan adamsan. Səndə bu əməlin düz olub səhv olmasını araşdırmağa bir həvəs olmalıdır. Oxu. Umumən mən elə düşünürəm ki, doğrusunu Allah bilir, doğrusunu Allah bilir. Ziyalı insanlar Quran-ı Kərimə baxırlar. O bilsin, diqqət eləmirlər bəzi ayələrə. Diqqət eləmirlər. Vallahi diqqət eləsələr, görəcəklər ki, onlar məsələnin tam əksi olduğunu gözləyirlər, başa düşəcəklər. Ola bilməz bir insan elmli olsun, məlumatlı olsun, ziyalı olsun, amma belə bir etiqad eləsin. Elmli, savadlı, ziyalı bir insan gəlib daşın qarşısında durub, o daşa deyir ki, mənə evlad ver, mənə ruzu ver, müsibəti məndən uzaq elə. Yaxşı, bəs Allah, bəs səni yaradan, səni yedizdirən, səni içizdirən, səni işləri səhmana salan, Allah sən üçün nə edəcək? Yoxsa sən də elmli, ağıllı insan, təsəvvürü olan insan, təfəkkür əhli olan insan düşünürsən ki, o bir vasitədir. O da bir vasitə deyil axı. Çünki sən ağıllı insanlardan sayılırsan, insanlara da ağıl verirsən. Allah Teala Quran-ı Kərimdə, baxsaz qardaşlarım, ağıl sahiblərinə müraciət edir. Allah Teala diyor ki, وَاتَّقُونِ يَا اُلِي الْأَلْبَابِ Ey ağıllı insanlar, məndən qorxun. Allah Teala başqa ayədə deyir ki, اَلَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ اُولَٰئِكَ الَّذِينَ هَدَاهُمُ اللّٰهُ وَاُولَٰئِكَ هُمْ اُولُو الْأَلْبَابِ O kəslər ki, sözə qulaq asar, onun ən gözəlinə tabi olar, o ağıl sahibləri də olar və Allahın hidayət verdiyi insanlardır. Fikir verin, Allah Teala ağıllı insanlardan danışıb. Xüsusən ziyalı insanlar daha ağıllı insanlardır. Daha uzaq görəndilər. Daha mənanı araşdırandılar. Onların da belə eləməsi
Bu daha böyük bir müsibətdir. Vallahi biz məsləhət görərdik ki, baxsınlar, oxusunlar, Quran-ı araşdırsınlar. Yəni dünyavi elm gözəldir, lakin dünyavi elm sən maraq oyatmalıdır İslamı da öyrənməkdə. Baxırsan bu gün məsələn ziyalı bir insanın başa düşməsi ilə sıravi bir insanın başa düşməsində fərq yoxdursa, bu özü artıq onun üçün bir, necə deyərlər, müəyyən qədər bir eyibdir. Öyrənmirsən dünyanı, insanlara dərs verirsən, insanlara danışırsan, öz dinini də bilməlisən axı. La ilahe illallah nə deməkdir? Danışırsan qarşında olan insanla, hansısa məsələn məktəbdə müəllimdir. Görürsən, la ilahe illallah kəlməsini düz başa düşmür. Tərcüməsini bilmir. O kəlmə səndən nə istəyir onu bilmir. Və o kəlmənin əksinə eləyən insanların əməllərini doğru sayır, sənin dediğini səhv sayır. Yox, oxu, bax, araşdır. Sənin üçün, ziyalı bir adam üçün bu düzgün deyil. Çünki sən, necə deyərlər, elm əhlisən. Sənin o cahildən fərqin olmalıdır. Sən gəlib hansısa bir daşın, məsələn, çürümüş bir heyvan başının kəraməti olduğunu etiqad eləmək, asılmış bir göz mıncığının kəraməti olduğunu etiqad eləmək, dağlarda, dərələrdə bitən tikanın etiqad eləmək ki, onun bir kəraməti var, bu sənin işin deyil, bu cahillərin işi deyil. Ona görə də görsən, məsələn, deyirlər ki, filan kəs ziyalı adamdır. Ona böyük bir etimad var. Dində belə məlumatsızsa, bu onun üçün problemdir. Onun üçün biz həmimiz, əlhamdülillah, çalışırıq ki, fərqi yoxdur, kim olur olsun. Ziyalılara böyük hörmətimiz var. Onların elmlərindən özümüz də, evladlarımız da maşallah istifadə edirik. Lakin gərək onlar da öz dinlərini, İslamı bilsinlər. Allah Teala hamımızı düzgün olan yönətsin. Allah Teala bu dini gözəl şəkildə başa düşüb əməl eləməyi hamımıza nəsib etsin. Elhamdülillah.